Gecə-gecə qardaşın gəlib Xırdalanın mərkəzinə. Dolu əşyalı Abşeron City, Heydər Əliyev Parkının qarşısı. Axşam-axşam çağırırlar ki, ay qardaş, deyirəm xəstəyəm, çağırıb ki, ay qardaş, mən ev satmalıyım, təcili. Deyib satmalıyım, gec sataq da. Satmaq bizlidir. Keç bir dənə kurqum qonaq otağın fırlan. 3 otaq, 75 kvadrat. Səsin batıb üzürlü hesab edin. Əşyalarla. Bəziləri qalacaq, bəziləri çıxalacaq. Getdi, müəllim, getdi. Biz dayanmırıq. Gəl. Evin əsas giriş hissəsi buradır. Geniş dəhlizli var. Bir dənə bunu perxoji mebel yığılıb. Gəl bura. Deməli, qardiroblu evdir. Baxın, bura evin əsas yataq otaqlarından birincisidir. Keç göstər, tam olaraq, tam ətraflı göstər evi. Bu yataq otağının özünün burada qardirobu var. Tuz işığı hardan yanır, tapa bilmədim. Allah xeyirləsin, taparıq inşallah. Burada belə bir qardirobu var, qəşəng səliqəli. Keçirik növbəti otaqlara. Burada hamam və ayaq yolu, duş kabinlər kimi yığılıb, yerlər üstü döşəmədə, asma tavanı yığılıb və nəzərinə çatdırım ki, sənin evin hər iki tərəfə baxışı var. Binanın önünə və arxa hissəsinə. Bura evin geniş qonaq otağıdır. Əlada bir qonaq otağı var. Baxın qardaş, bu qonaq otağına gəl göstər, gəl. Bax, binanın həyətinə doğru baxır. Gəl bura. Xırdalan şəhəri Abşeron City yaşayış kompleksi. Günün 24 saatı sən gəlib burada maşınını rahatçılıqla saxlaya bilərsən. Nə üçün? Qardaş, kompleks geniş bir kompleksdir. Genişdir. Sən nə vaxt gəldin burada maşın saxlayırsan? Gəl gedək növbəti otaqlara. Deməli, burada bir maraqlı bir proyektimiz var ki, qanuni 2 otaq mənzildir. 3 otağa necə pericelk edirlər? Bura mətbəx hissəsidir. Mətbəxdən kəsiblər. Baş tərəfin mətbəxində bir uşaq yataq otağı. Əslində belə pis proyekt deyil, əla proyektdir. O mətbəxdən kəsiblər, buranı eləyiblər. Evin uşaq yataq otağı var, orada bir dənə pəncərə qoyublar. Evin burada balkon hissəsi. Gəl göstər. 3 otağa pericelka eləyiblər, qiymətini də təyin ediblər bu ev üçün 130.000 Hindistan pulu, rupi, zarafat edirəm. 130.000 manat təyin edilib və gələn adama, real adama endirim nəzərdə tutulub. Mənzilimiz 8-ci mərtəbədə yerləşir, 16 mərtəbəli binadır, 2 surətli lift, qaz, su, işıq. Başqa da 3000 aformutdur. Yanvar ayının 1 günü kupça əlindədir. Yəni, yanvar ayının 1-də kupçası hazırdır. Başqa da sözün, sualın varsa, gəl, iki qardaş, oturaq, söhbət eləyək, dərdləşək. Biz bu mənzili sənin üçün alaq. Gecəniz xeyrə qalsın, özündən müqayət olun, sağ olun, salamat qalın.